Yəni bir neçə dəfə rəfiqən olacaq ki, sənə elə bu döngünü yaşadacaq. Dərs almamısansa, Sən əgər öz payını götürməmisənsə. Bəli, və hər dəfə də daha şiddətli olacaq. Heç də həmişə almadıq. Bəli, hər dəfə daha şiddətli olacaq. Ayıl da yəni. Bəli, ayıl yəni artıq silkələyir, artıq nə bilim bəlkə xəstələndirir. Yəni səni silkəlir ki, tərpən də, yəni başa düşdə ki, sənlik deyil artıq, bitməlidir. Sanki nəyisə özünlə məcbur dartıb aparmırsan kimi görsənirdi, onda bu belə. Bəs burada rəqəmlər bizə nə deyir? Rəfiqəmizin rəqəmləri ilə bizim rəqəmləri hesablasaq, onu biz çıxarda bilirik. Həqiqətən xanım mənə nəyisə öyrətməyə gəlib. Ya burada bu rəqəmləri nəsə qarşılaşdıra bilirik? Mütləq ya öyrətməyə gəlir kimsə, bizdə kimsə həyatına, ya aynı olmağa gedirik, ya da gətiririk. Bəli, bizdə də ola bilər. Ümumiyyətlə bizə yaxşı təsir edən şeylərə onsuz da biz həmişə açığıq. Ancaq məsələn insanlar var ki, onlara ziyan vurur, bayaq dediyim kimi. Ancaq insan buraxmır da insanı. Buraxmır insanı. Göz yumur. Elə bil ki, dilin ağzını deməyə ayıb olmasın. Bəli. Olur elə. Deyirlər ki, elə bil ki, dilim ağzımı bağlamışdı. Mən keçə bilmədim. Ya deyirlər ki, şeytan tükü var onda, mən ondan keçə bilmirəm. Bu karmik münasibətlərdə adətən belə olur. O gün yenə çəkilişdə bu barədə mən qeyd elədim. Karmik münasibətlər necədir? Bizim ruhumuzun, əgər qədim ruhdursa özəlliklə, qədim ruh nə deməkdir? Yəni ruhumuz bir neçə dəfə, bir neçə bədəndə yaşayıb. Səbəb də odur ki, biz bir təkamül keçirik və ruh ən mükəmmələ doğru gedir, inkişaf edir. Və həmin təkamül dövründə o müəyyən dərslər almalıdır. Keçmiş həyatlarında buraxdığı səhvlərin düzəlişlərini etməlidir. Əgər o düzəlişləri etmirsə, demək ki, belə bir deyim var, mənfidə yaşayır həyatını. Çünki heç bir rəqəm sırf mənfi ya da müsbət deyil. Yaşayışından asılı olaraq. Bəli. Biz o ssenariləri anlayanda, həyatımızdakı ssenariləri və ana və ata nəsillərindən, axı biz elə belə göydən düşməmişik. Biz o nəsillərdən gələn ssenariləri anlayanda, biz həyat missiyamızı anlayanda, bayaq mən qeyd elədim ki, mən özüm psixoloji əziyyət çəkirdim. Niyə? Çünki mən 9-am. Mənim xəritəm yuxarıdan aşağı 9-dur. Nədir? Şəfa ver. Doğum günüm 29, sadələşdirək 11. Nədir? 11, 1-1 danış. Kütləyə xitab et və simic olma. Yəni biliklərini paylaş. Demək ki, ruh keçmiş həyatda nə edib? Öz üzərimdə nümunə gətirirəm ki, heç kimin xətrinə dəyməyim də. Səmimi olum. Yəni ki, ruh keçmiş həyatda bildiklərini saxlayıb, təkəbbür edib, deyib ki, onsuz da məni anlamazlar, ya da ki, niyə elə belə kömək eləyim? Danışmayayım, deməyim. Özləri bilər, özləri başa düşər. Amma əslində demək lazımdır. Çünki biz bu qədər danışırıq, baxırıq ki, o qədər dua alırıq. Nərmin xanım, o qədər dua alırıq. Nə yaxşı dediniz, biz aydınlandıq. Halbuki sən düşünərdin ki, bu sözdə bir nəsə sir yoxdur. Amma kimlər üçünsə bu həqiqətən də sirdir.